Qusarda maskalı şəxs mağazanı qarət edib, amma mühafizə əməkdaşları onun istəyini gerçəkləşdirməyə imkan verməyiblər. Hadisə yerində bölgə müxbirimiz Aytəkin Alxaslı olub. Onun əməli barədə eksklüziv faktlar sıradakı süjetdə. Gecə saatlarında Qusar şəhərinin Heydər Əliyev prospektində yerləşən mağaza qarət edilib. Maska taxaraq mağazanı yaran şəxs oradan sigaret, müxtəlif içkilər və kassadan pul oğurlamaq istəyib. Amma xidmətdə olan Qusar mühafizə bölməsinin əməkdaşları onun bu əməlini həyata keçirməyə imkan verməyiblər. Polis şöbəsinin əməkdaşları da dərhal hadisə yerinə gələrək faktın araşdırılmasına başlayıblar. Yaxalanan şəxsin 23 yaşlı Qusar şəhər sakini Rəşid Rəhimxanov olduğu məlum olub. Rəşid Rəhimxanov oğru əməllərini törətməsi üçün əvvəlcədən özü ilə əlcək götürmüş, tanınmamaq üçün, özünü maskalamaq üçün kapşondan istifadə etmiş və üzünə şəf taxmışdır. Həmçinin mağazanın qapısını açmaq üçün mismar çıxardan linkdən də istifadə etmişdir. İşsizlərlə istintaqa cəlb edilən Rəşid Rəhimxanov hadisə yerində törətdiyi əməli etiraf edib. Saxlanılan gənc oğurluğu sərxoş halda elədiyini təsdiqləyib. İçkili olmuşam, o etiraf eləyir. İçkili olmuşam. Və düzgün eləmədiyinizi etiraf eləyirsiniz? Onu deyə bilirəm. Özgə malına göz tikən Qusar sakini barəsində oğurluq maddəsi ilə cinayət işi açılıb.